Rəqsanə xanım, necəsiz? Biraz yorğunam. Rəqsanə xanım, bugün 1 iyun Uşaqlar Günüdür. Mən ürək sözlərinizi eşitdim gələcəyimizin mirasları üçün. Mən uşaqları çox sevirəm və onun üçün də həyata 4 evlad gətirmişəm. Bir evladı da özünüz bilirsiniz, Təranə xanımın evladını da mən saxlayıram. Və bir onu deyə bilərəm ki, mən istəyirəm ki, uşaqların gözləri hər zaman gülsün. Heç vaxt onların gözlərində kədər görünməsin. Və bir də bilirsiniz necədir? Mənim evladlarım 3 ay məndən ayrı qalıblar. Və mənim uşaqlarım çox böyük streslər yaşayıblar. Heç bir ata, ana, evladları onlardan ayrı qalmasın. Hər zaman evladlarının yanında olsunlar. Və istəyirəm ki, uşaqlarımızın gələcəyi çox gözəl olsun. Xoşbəxt olsunlar. Öz evladlarıma nə arzu edirəmsə, bütün dünyadakı uşaqlara da onu arzu edirəm və müharibələr olmasın. Müharibələrdə ən çox valideyn itkisi yaşayan körpələrimiz var və körpələrimiz zərər görürlər, yaralanırlar, həyatları məhv olur. Yaşadıkları yerdən başqa yerlərə məcbur qalıb köçürlər. Və arzu edirəm ki, dünyada heç zaman müharibə olmasın və bizim körpələrimiz incidilməsin. Qoy bizim balalarımız hər zaman xoşbəxt, firavan, gözəl yaşasınlar, gözəl olsunlar. Əziz balalarım, sizin hər birinizi təbrik edirəm. Bağrıma basıram. Sizləri mən sevirəm. Nə yaxşı ki, varsınız və biz danışmışdıq ki, uşaq evlərində də uşaqlarla görüşümüz olacaq. İnşallah bu bizim proyektlərimizdə var. Mütləq şəkildə uşaq evlərində də onlarla gəlib görüşəcəm. Mən hər ora gedib gələndə ürəyimdə bir xal, bir yara hiss eləyirəm. İstəmirəm ki, uşaqlarımız anasız, atasız böyüsünlər. Allah heç bir evladı ailə sevincindən məhrum etməsin. Rəqsanə xanım, övladlarınızdan danışdınız. Mən istəyirəm ki, övladınız Aysun xanımdır. Aysun sizin həm qızınız, həm də dostunuz kimidir. Ona bir cümlə ilə nə demək istəyərdiniz? Sən, mən necə anayamsa, bax sən də elə anasan. Ona görə səni sevirəm. Gələk Yağmura. Yağmurun sizə bənzətdiyiniz ən güclü xüsusiyyəti nədir? Zəhmətkeşdir. Özü öz ayaqları üstündə durur. O mənim bütün kişi xasiyyətlərimi Yağmura keçir. 3-cü qızınıza növbə gəldi, Mihrimaha. Mihrimah sizi ən çox hansı anlarda ana olaraq kövrəldir? O ağlamağını göstərmir, içində çəkir. Və bizim bir ayrılıq vaxtımız oldu. Evə gəldim, Mehrimah məni gördü, heç kəsin içində bunu ifadə edə bilmədi. Keçdik yataq otağına, məni belə qucaqladı. Gördüm ki, dolub da, qızardı belə. Dedi ki, mən sənsiz çox əziyyət çəkdim, mama. Evin tək oğlu Muhammed Əli. Ona baxanda gələcəyi üçün ən böyük arzunuz nə olur? Mən bir söz deyim, mən Muhammed Əlini dünyaya gətirənə qədər çox böyük çətinliklər yaşamışam. Çox şükür də ki, Allah Taala mənə evladımı bəxş edibdir və Muhammed Əli o bizim evimizin çox ərköyün evladıdır və mən sadəcə bir şeydə rahatam ki, Muhammed Əlinin xarakterləri elə bil ki, atasıdır. Onlar ikisi də eyni bürcün nümayəndələridir. Nə bürcləridir? Dolça bürcləridir. Dolçalar mənim həyatımda xüsusi yerləri var o heç. Və Muhammed Əli, mən bilirəm ki, atası necə bu günlərim öz atasına, öz anasına, öz ailəsinə necə bağlı bir kişidirsə, mən onu bilirəm ki, Muhammed Əli bizim hamımıza arxa dayaq olacaqdır. İnşallah. Və mən onu gələcəkdə yəni dünyada tanınmış bir futbolçu görəcəm. İnşallah. Yəni bugün 4 övladınızdan yalnız bir dəfə səni sevirəm eşitmək haqqınız olsa, ilk kimdən eşitmək istəyərdiniz? Yoxsa ana qəlbi seçim edə bilməz? Valideynlər heç bir zaman evladlara seçim qoya bilmirlər. Çünki evladların hamısını eyni qaydada sevirsən. Birinin sevgisi mənim üçün doğma, əziz və mən balalarımla nəfəs alıram. Bir də bizə maraqlı olan bir məqam var ki, Rəqsanə xanım, bu 4 övladınızdan hansında öz uşaqlığınızı daha çox görürsünüz? Var ki, Aysundan. Yağmur da bir balaca oxşarlığı var, amma Aysundan daha çox görürəm. Mənim ümumiyyətcə xasiyyətlərim
bir çoxu demək olar ki, Aysun'da var. O hamıya çatmağı, təmizliyi, qoçaqlığı, insanların sevgisini qazanmaq Aysun'da var. O da Maşallah. mənim xasiyyətlərimdəndir. Rəqsanə xanım, illər sonra övladlarınız böyüyəcəklər, sizin yaşınıza çatacaqlar, siz də artıq yaşlaşacaqsınız. Düşünmə belə. Bizə maraqlı olan odur ki, övladlarınız böyüyəndə sizin videolarınız, mahnılarınız, klipləriniz zaten tarixdədir. O zamanlar da artıq bir tarixdə olacaq. Sizə maraqlı olan hansı cümlədir? Övladlarınız sizin yaşınıza gələndə biz məşhur Rəqsanə İsmailovanın övladlarıyıq demələri, yoxsa bizim anamız Rəqsanədir? Bu daha maraqlı olar sizin üçün. Sözsüz ki, tanınmış insanın evladları hər zaman seçilirlər. Mən evladlarımın yanında tanınmış Rəqsanə olaraq heç vaxt özümü göstərməmişəm axı. Ona görə onlar mən ilə Rəqsanənin uşaqları. Rəqsanənin balaları. Çox sağ olun, öpürük sizi. Mən sizi öpürəm. Əziz uşaqlar, bir daha bayramınızı təbrik edirəm.